hoş gelmesiniz. Bugün bir bağça açılışındaydıq. Çünki niyə? Paşanı o bağçaya qoyuruq. Mənə çox əziz insanların yaxınlarının bağçasıdır. Ona görə əmin əllərdə olduğunu bildiyim üçün bu bağçaya rahatlıqla getdim. Çox əyləncəli bir açılış oldu deyərdim ki, bu Meribend tarzı bir qrup gəlmişdi. Adını bilmirəm, ona görə belə deyirəm. Siz başa düşdünüz. Dovşanımız var idi orada. Sonra bir dənə panda gəlmişdi. Pandamız biraz gəlib çıxdı. Görəcəksiniz. Yaman hoqqa verirdi orada. Nail də gəlmişdi bizlə əlbəttə ki. Paşa da ancaq xoşuna gələn bir mahnı eşidən kimi başlayırdı oynamağa. Sonra biraz oynayırdı, həvəsi düşürdü. Sonra başlayırdı başqa şeylərlə başını qatmağa, gördüyünüz kimi. Bu arada bağça Xırdalanda yerləşir. Koala Kids adlanır. Xırdalanda yaşayan kimsə varsa, bağça axtarsa əminliklə tövsiyə edə bilərəm. Açılış həqiqətən çox maraqlı keçmişdi, əyləncəli keçmişdi. Uşaqlar yaxşıca əyləndilər, getdi evə yatdılar. Burada da Paşa müəlliməsi ilə tanış olur. Müəllimə də adaşım imiş, çox xoş oldu. Tanış olan kimi həmən tanışdılar, qaynaşdılar. Ona görə də çox rahatladım. Yenə də Paşa oynayır gördüyünüz kimi. Bu dəfə oynamaqdan vaz keçdi. Yenə oynayır. O səs gücləndiricilərdən yaman xoşu gəlmişdi. Aha, dəli pandamız da gəldi. Mən elə bildim ki, bu panda da adi kostyum geyinir, amma sən demə, bu gördüyünüz yerdən hava verir, nə bilim, fen səsi gəlirdi oradan, belə bir şişirdilər. Təəccübləndim. Paşa yenə də səs gücləndirici ilədi, Nubuş da bizimlədir əlbəttə ki. Sonra keçdik içəri, biraz yeyək, içək, sokdan içdik, şinyatdan yedik, Nərminə xoş üz göstərir bizə. Əsas stollar bu birisi tərəfdədir. Uşaqlar da biraz burada əyləndilər, sonra getdik evə yatmağa. Maraqlı bir gün keçdi bizim üçün.